Kəndimin problemləri həmişə məni narahat eləyib. Bu problemlərdən biri də, ən əsaslısı da özümüz qarşılaşdığım problemlərdən biri də transport problemidir. Hansı ki, illərdir bizim kəndimizdə bu problem var və hal-hazırda da davam eləyir. Hazırlıq dövrlərində biz universitetə hazırlaşanda kəndimizdə hazırlaşmaq üçün müəllimlər olmadığı üçün fərqli kəndlərə, rayona və yaxud da Rusiyaya getmək məcburiyyətində qalırdıq. 3-dən sonra kənddən çıxılmaq mümkün deyildi. Hal-hazırda da eyni bir problemdir. Vaxtı-vaxtında işləmirlər, öz qrafiklərində işləmirlər. Özüm balacalıqdan bəri, uşaqlıqdan bəri futbolçu olmağa istəyən birisi idim. Ancaq bu nəqliyyat probleminə görə gedib gələ bilmirdim, yolda qalırdım. Buna görə bu xəyalımı gerçəkləşdirə bilmədim. Eyni şəkildə də abituriyentlik dövrümdə də gedirdik, geri qayıtmaq olmurdu, geri qayıdanda yolda qalırdıq. Yolda qalanda məcbur taksi ilə gəlmək məcburiyyətinə qalırdıq. Burada artıq biz bunun üstünə artıq pul vermək məcburiyyətində qalırdıq. Bəzən avtobuslar gəlirdi, yarı yolda bizi düşürürdülər ki, yəni avtobusda az insanlar olanda, az yolcu olanda belə deyim, bizi yarı yolda düşürürdülər və o yolu biz məcbur piyada gəlməyə məcburiyyətində qalırdıq ya da maşın çağırmalı məcburiyyətə qalırdıq.